Sizə həqiqətən də möhtəşəm bir 6 otaqlı, 6 sotda nəhəng kvadratı olan evimizin təqdimatındayım. Təqdimata 2-ci mərtəbədən başlamışam, dəhlizdən. Bu dəhlizə baxın, bir geniş qonaq otağı genişliyində dəhlizi var. Elə bu dəhlizdir. Kvadrata baxın bu evdə. Hörmətli izləyicilərimiz, şəxsi tikili, yəni özünə tikilmiş evdir. Sadəcə yaşayış yoxdur, satmaq qərarına gəlib. Kvadratlar geniş, dəhliz vasitəsilə eyvan hissəsinə çıxış, çöldən eyvan hissəsində görəcəksiniz. Qranit metlaq hissələri istifoldan təchiz olunur. Burada yerləşir yataq otağından birincisi. Baxın, bütün çılçıraqlarına kimi, hər birisi pərdələrinə kimi asılıb. Bu hissədə yerləşir digər yataq otağı. Burada ölçülər balacadır deməyin həqiqətən yeri yoxdur. Ona görə ki, bütün əşyalar rahat şəkildə yerləşdirilib, elə kifayət qədər də yeri qalar, meydancadır. Özünə əsl keyfiyyətli ev axtarmaq istəyən müştərilər buyursun, əlaqə saxlasın, qiymət də münasibdir. Ən kvadratca kiçik otaq budur ki, haradasa 4.50-nin 3.50-yə ölçüsü var. Burada ikinci mərtəbənin sanitar qovşağı, tam təchizat. İstiləmə kombi sistemidir. İkinci mərtəbənin dəhlizi möhtəşəm. Pilləkənlər beton, ümumilikdə qoşadaş, ara difarlara kimi qoşadaşdır. Yəni burada evi tərifləməyə ehtiyac yoxdur. Yenə də deyirəm ki, izah edirəm ki, hər birisindən məlumatınız olsun. Və birinci mərtəbədəyik, giriş hissəsi yenə də bölgü dəhliz vasitəsindəndir. Döşəmə taxta poldur və hər mərtəbədə olduğu kimi elektrik qovşaqlar ayrı-ayrıqda yerləşdirib. Birinci mərtəbənin elektrik qovşağı idi. Yenə də dəhliz geniş, super, möhtəşəm. Burada qonaq otağın sadəcə ölçütüm hesabladım. 11 metr uzunluğunda 5 metr enində qonaq otağıdır bu. 11 metr uzunluğunda 5 metr enində 55 kvadrat sadəcə təkcə qonaq otağıdır. Baxın genişliyə. Hündür tavan, çıraqlar, pərdələr hər birisi asılıb. Ara difarlara kimi qoşa difar. Burada yerləşir birinci mərtəbədə olan yataq otağı. Yenə də ara difar qoşadaş. Bu hissədə yerləşir mətbəx. Bütün aynaların qarşısı açıqdır. Öz həyətyanı sahəsinə baxır. Evin də, torpağın da mülkiyyət çıxarış kupçadır. Yerləşmə yeri Abşeron rayonu Saray qəsəbəsi, Tərlan Şarlıq sarayının arxı hissəsində. Sanitar qovşağa baxın genişliyə. Hətta 2 hissəyə də bölmək olar. Duşkabinanın yeri də ayrılıb. Təkcə burada da duşkabinaya ehtiyac var. Keçirik həyətyanı sahəsinin təqdimatına. İzləmədə qalın, hörmətli izləyicilər. Çox möhtəşəm evdir, həqiqətən. Həyətyanı sahəsindəyəm. Dekorativ ağaclardan istifadə olunub. Bar verən meyvə ağaclardan da özünüz əlavə eləyə bilərsiniz. Sağında, solunda gördüyünüz yaşıllıq sahəsi. Evin hər bir tərəfinə keçmək olur. Həyətyanı sahəsi işıqlanmasına kimi hər birisi möhtəşəm. Həyətə daxil olan avtomobil qapısı. Baxın, dəyərli izləyicilərimiz, bu möhtəşəm evimizin üz görünüşü budur. Həqiqətən də möhtəşəmdir, almağa dəyər. Əlaqə saxlayın. 235 min startlı qiymətdir. Real müştərilərdən qiymətdə razılaşmaq da olacaq. 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm.